Bu həbsxanada üzrsən belə bir yüzdən İraq sözü var ha. O aləmdə. Bax, Azərbaycan dövlətini bu dəqiqə dünya siyasi sistemində elə bir hala gətiriblər. Burada onu çıxıb Real TV'də orada tərifləməklə nə olsun? İmamoğlu Rahman orada tərifləyirlər, kimi də tərifləyirlər, kimi tərifləmirlər. Hamısı qiblə-i aləm səndən yoxdur. Amma o gündən də bir ay qabaq Trump'ın bir mətbuat konferansına baxırdım. Jurnalistlərdən biri bir sual verdi, əsəbləşdi. Jurnalist dedi, bağırma. Trump'a dedi, bağırma. Belə olmalı. Trump dirəni bir kongresdir, olmaz. Belə olmaz. Və heç siz görübsünüzmü ki, Düşənbədə miting olsun, Daşkənddə miting olsun, nə bilim, Havanada miting olsun, Pxenyanda miting, Vaşinqtonda olur, Parisdə olur. Miting vazgeçilməz atributdur. Mitingi olmayan, bax, hansı dövlət başçısı durub desə ki, biz fəxr edirik ki, bizim ölkədə kitabxana yoxdur, internet yoxdur, məktəb yoxdur, nə bilim, səhiyyə sistemi yoxdur, gülünc olar, yox. Eyni dərəcədə də bizim müxalifət yoxdur, olmayacaq demək də o dərəcə gülüncdür. Necə yəni müxalifət o? İlham Əliyev dəfələrlə bəyan edir, ölkədə müxalifət yoxdur, 2008-də deyir, 2005-də deyir. Adam adekvat danışa bilmir, heç olmasa bilsəmi, var avtoritar hakimiyyətlər, amma sözü, əməli, bu sözünsə başqa cürdür. 17 martda güya ki, Novruz təbriki idi, mən ona dedim, Novruz qarğışı. Baxın, adam nə danışır? Deyir, pandemiyadan istifadə edərək biz müxaliməti təcrid ediləmək. Dilinlə deyir adam. Adekvat deyil. Heç cür halda adekvat deyil. Və bu bizim hər birimiz üçün təhqirdir.